Salam, hər vaxtınız xeyir olsun əziz tələbələr. Bugün alqoritm mövzusundan belə bir sualın izahına nəzər yetirək. Deməli, mənə verib x-in qiymətini 5, y-in qiymətini 4. Düşürəm şərt blokuna. Şərt blokuna məndən soruşur ki, x kiçikdirmi y-dan? Baxıram ki, x 5-dir, y 4-dür. Deyirəm ki, yox. Yox qoluna gələndən sonra baxın bura düşürük. Ox işarələri üzrə hərəkət edirik. Burada deyir ki, x bərabərdir x plus y. Yəni 5 üstə gəlsin 4, x-in qiyməti olacaq 9. Daha sonra düşürəm y-in yeni qiymətini istəyir məndən. Y bərabərdir. Burada x üstə gəl y yazılıb. Mən artıq x-in 5 qiymətini istifadə edə bilmərəm. İstifadə edəcəm 9 qiymətini. 9-un üstünə y-də 4-dür. 4 gəldim, elədi y-in yeni qiyməti 13. Baxın, artıq buradan yenidən dövrə qayıdır. Çünki hələ proses bitməyib. İndi x 9-dur, y 13-dür. Deyir ki, x kiçikdirmi y-dan? Görürəm ki, həqiqətən də 9 13-dən kiçikdir. Deyirəm ki, hə, gəlirəm bu ox üzrə bura. Burada da deyir ki, x bərabər x plus 2-ni çapa ver. Mən x-in son qiymətini almışam 9. 9-un üstünə 2 gəldim, elədi 11. Və bu çap blokudur. Çap blokunda da 11-i çapa verəcəm. Cavabım olacaq Y variantı.